Değerli dostlar, biz hal-hazırda Sabirabad rayonundayıq. İndi bizim növbəti səfərimiz buradan Şirvan şəhərinədir. Deməli, bir dostumuzun, qardaşımızın bizə müraciəti nəticəsində biz hal-hazırda indi ora yollanırıq. Bir xəstə qardaşımız var. Gedib vəziyyəti ilə tanış oluruq və görək vəziyyət nə yerdədir. Bizi izləməyə davam eləyin. Biz indi yollanırıq ora. Dostlar, indi biz gedirik pulu çıxartmağa. Deməli, gördüyünüz kimi biz hal-hazırda indi kartda olan məvacibi çıxardıb, həmin o deməli ziyarətinə getdiyimiz qardaşımızı ziyarətə gedirik. Bəli, biz hal-hazırda pulu çıxardırıq, gördüyünüz kimi. Pulu çıxartdıq və gedirik. Gəl. Maşını sən sür Şakir. Ha, burada. Götürdün. Dəyərli dostlar, biz hal-hazırda Şirvan şəhəri, deməli, Heyran xanım küçəsi ev 65 ünvanındayıq. Hansı ki bizə müraciət edilmişdi. Deməli, bir xəstə qardaşımızın ziyarətinə gəlmişik. İndi biz hal-hazırda bax həmin ünvandayıq. Baxaq görək xəstəmizin vəziyyəti nə yerdədir, necə müalicəsi necə gedir və ondan sonra biz deməli sizinlə bu olanları paylaşacağıq. İnanırıq ki, bu əziz gündə siz də baxıb keçməyəcəksiniz. Bizim bu xəstə qardaşımıza deməli kömək edəcəksiniz, dəstək verəcəksiniz. Həm maddi, həm mənəvi dəstək veriləcək və inşallah bizim bu qardaşımız deməli qalxacaq ayağa, sağlamlığına qovuşacaq və atasının, anasının da deməli gözü yoldan çəkiləcək. Bu əziz gündə bu Allahın bizə qismət elədiyi bu müqəddəs orucluq bayramında inşallah ki bizim deməli balamız qalxar ayağa, sağlamlığına qovuşar. Biz indi davam eləyirik, görək uşağın vəziyyəti nə yerdədir. Gedin. Salam qardaş. Narahat olma, uzan. Hə. Necəsən? Özünü necə hiss edirsən? Yaxşısan? Lap yaxşı. İnşallah sağalarsan, yaxşı olarsan. Hal-hazırda durub gəzə bilirsən, yoxsa necə? Ha, rahat gəzə bilirsən, amma narahatçılığın var da, düzdür. Ha. İnşallah keçər. Əziz dostlar, dediyim kimi, bax bu qardaşımız, adınız necədir? Elmir, Məlikov Elmir Şakiroğlu. Məlikov Elmir Şakiroğlu. Deməli Şirvan şəhəri, deməli Heyran xanım küçəsi ev 65 ünvanında yaşayırlar. Mən elə buradan öz efirim vasitəsilə müraciət edirəm Azərbaycan xalqına və Şirvan şəhərinin imkanlı şəxslərinə və eləcə də Şirvan şəhərində olan deməli vəzifəli şəxslərdən, imkanlı şəxslərdən, dəyərli qardaşlardan xahişim budur ki, bu müqəddəs orucluq bayramına xatir bu qardaşımıza həm maddi, həm mənəvi dəstək lazımdır və bu gün bəli, mən də buraya əli boş gəlməmişəm. Deməli
mən Rahib Eyvazov qeyri-hökumət təşkilatı, hüquqşünas, Qanun TV internet televiziyasının rəhbəri. Mən də bura əliboş gəlməmişəm. İndi bəziləriniz bəlkə də deyər ki, bu necə deyim, sağ əlin verdiyini sol əl bilməz, sol əlin verdiyini sağ əl bilməz. Yox, elə bir şey yoxdur. Bundan sonra sağ əlin verdiyini də sol əl biləcək. Sol əlin oğurladığını da sağ əli biləcək. Bundan heç şübhəniz olmasın. Çünki bu gün biz Azərbaycan xalqı olaraq, qalib bir dövlətin xalqı olaraq biz bu gün bir-birimizə bax bu çətin gündə dəstək olmalıyıq və bunu mən sizdən gözləyirəm. Çünki biz 44 günlük qələbəni bax belə, bax bu qardaşımız kimi qəhrəmanların, deməli, gənclərimizin, deməli, sayəsində biz o torpaqları geri qaytardıq cənab prezidentin rəhbərliyi ilə və xalqın birliyi ilə. Mən düşünürəm ki, dediyim kimi bölgələrə bölməyəcəm, bütün Azərbaycan xalqı və eləcə də Şirvan şəhərinin deməli imkanlı şəxsləri deməli köməyinizi bu qardaşdan əsirgəməyin. Hal-hazırda deməli baxın, yığılan məbləği mən tam göstərməyəcəm. Burada nə qədər məbləğdir onu da deməyəcəm. Mən bu məbləği təqdim eləyəcəm qardaşımıza. Allah şəfasını versin. Allah şəfasını versin. Deməli, məbləği də mən sizə buradan açıqlayıram ki, heç kimdə sirri olmasın, qaranlıq qalmasın və bundan sonra da biz bu qardaşı nəzarətə götürəcəyik. İnşallah imkanımız nəyə çatırsa kömək eləyəcəyik. Hal-hazırda deməli qardaşa təqdim elədiyimiz məbləğ inşallah ki, onun dərmanlarını və problemlərini inşallah ki, çözər. Mən buradan təşəkkür eləyirəm dəstək olan qardaşlarımıza, dostlarımıza, dəstək olan deməli vətəndaşlarımıza təşəkkür eləyirəm. Sağ olsunlar ki, köməklərini bizdən əsirgəmədilər. 2 gün içərisində şəxsən mənim bu çağırışıma səs verdilər və qardaşımız üçün yığılan məbləği mən ona gətirib çatdıra bildim. Hər birinizə təşəkkür edirəm.